Ramiz Mehdi mövzusu 2 aydır ki, Azərbaycan insanının həyatında bir mərkəzdə qərar tutub. Həbslər var, saxlanmalar var, istintaqı bizim bilmədiyimiz onlarla, hətta bəzi insanlar, məlumatlı şəxslər yüzlərlə insanın ifadə verdiyi ilə bağlı məlumat da verirlər. Bir-birinin ardınca hər gün istintaq dindirir, yəni dayanmır proses. Amma burada da bir sui-istifadə halı olmasın deyə insanımız narahatdır ki, yəni Ramiz Mehdi işi adı altında cəzalandırmalar olmasın, qisas olmasın. Kimlərdənsə, tutaq ki, hakimiyyətin, hökumətin bir acığı, qıcığı varsa, bunu bu iş çərçivəsində bu intiqam, bu qisas da alınmasın. Belə bir yanaşma da var sosial şəbəkələrdə mən izləyirəm. Fazil bəy, siz nə düşünürsünüz bu mövzu ilə bağlı? Proses genişlənir, amma insanımız deyir ki, bu məsələ müxalifətlə dayansa, yəni təkcə Ramiz Mehdi içəridədir, köməkçisi içəridədir, bir də üstəgəl müxalifətin bir partiyasının rəhbəri içəridədir. Halbuki əsas rıçaqlar, əsas təsir gücləri və ağır tonajlı şəxslər hakimiyyətdə təmsil olunanlardır, eks-nazirlərdir və s. Necə düşünürsünüz, bunun dairəsi, çevrəsi necə olmalıdır ki, həm obyektiv təhlil, obyektiv istintaq olsun, həm də iş sözün böyük mənasında çözülsün? Bura gəlməzdən qabaq bir Aydıncan, çox istedadlı bir yazarın bir yazısını oxudum. Orada maraqlı bir ifadə vardı. Deyir ki, dövlətin dalınca geyirsən, azadlıq qalır. Azadlığın dalınca geyirsən, dövlət təhlükədə qalır. İndi əslində bizdə olan bir sıra təsəvvürlərin dəyişdiyinin şahidi oluruq. Bu təsəvvürlər nədir? İndi diqqət eləyirsinizsə, Venezuelada, Meksikada, o cümlədən Qəzzada və başqa yerlərdə dünya süper gücü olan dövlətin təmsilçisi Trump və Səudiyyə Ərəbistanda belə hamıdan pul istəyir, neft istəyir, amma heç kimdən demokratiya istəmir. Və dünyanın dəyişən bu mənzərəsində Azərbaycan ayrıca bir ada deyil. Və ada deyilsə, demək, dövlətin təhlükəsizliyi ən prioritet məsələ olaraq ortaya çıxır. Dövlətin təhlükəsizliyini də qoruyan qurumlar konkret hansısa bir təhlükə riskini nəzərə alaraq addımlar atırlar. İndi bu addımlar təbii ki, cəmiyyətin bütün qütblərini narahat edər, yaxud da razı sala bilər. Bu, həmişə belə olmalıdır. İndi bu addımların həm də peşəkarcasına aparılması məsələsi çox önəmlidir. İndi istintaqın gəldiyi nəticə budur ki, dövlət hakimiyyətində uzun müddət yüksək vəzifə tutmuş Ramiz Mehdiyev, həm də Rusiya ilə ən yaxın bağları olan bir siyasət adamı dövlət çevrilişi cəhdini həyata keçiribdir. İndi bunun ancaq bir məktub formasında təqdimat hələ verilibdir, amma hansısa bir dinləmələr, hansısa bir yazışmalar və başqa məsələlərin açıqlanması hələ ki yoxdur. Bu ola bilsin ki, istintaq sirridir. Və sonra da bu kontekstdə bir neçə həm köməkçinin tutulması, həm də sonradan müxalifət cinahında çox sayda insanlar var. Amma niyə məhz AXCP sədrinin tutulması məsələsi bu özü də müəyyən dərəcədə cəmiyyətdə müzakirəyə səbəb olubdur. Amma dövlət bir ciddi qurumdur. Dövlət qurumlarda hər hansı bir atılan addımın məsuliyyətini daşıyırlar. Bu informasiyalar yetərli səviyyədə olmasa, belə bir addımın atılmasına kimsə risk etməz. Və bu prosesdə də ən maraqlı son günlər mənim müşahidə elədiyim məsələ budur ki, siz bilirsiniz, məsələn, Rusiyada İrana aid olan əhl-i beyt cəmiyyətləri, başqa cəmiyyətlər Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə orada açıq fəaliyyət göstərirlər. Və bu gün həm Səhər kanalı, həm Müsəlman Birliyi Hərəkatı bütövlükdə AXCP sədrinin həbs olunmasına qarşı ən kəskin mövqe sərgiləyirlər. Hətta Azərbaycanda müxalifət partiyalarının digər liderlərinin belə bir mövqeyi çox da ifadə olunmur. Yəni, bir var Rusiya ilə əməkdaşlıq, İran üzərindən əməkdaşlıq məsələsi var. Bir də var bütövlükdə birbaşa Rusiya ilə əməkdaşlıq məsələsi var. Ona görə də bu məsələlər təbii ki, araşdırılmalıdır. Biz ümumiyyətlə siyasətçi olaraq hansısa bir siyasi xadimin həbsdə olmasının tərəfdarı deyilik və hansısa bir repressiya yaxud da təzyiq formalarının siyasətdən kənar tətbiq olunmasını da əleyhinəyik. Amma bir şeylər sizə diqqətə gətirim ki, bu gün Azərbaycanda faktik olaraq demokratiya uğrunda mübarizə aparan bir müxalifət anlayışını isbat eləməyin özü bir problemdir, çətindir. Məsələn, mən sizə bir nümunə deyəcəyəm. Bizə qarşı terror aktı olanda birinci açıqlama indi Milli Şuranın sədri olan Cəmil Həsənlidən gəldi və dərhal bildirdi ki, bu dövlət tərəfindən təşkil olunmuş terror hadisəsidir. Və dərhal da
qonşu ölkənin saytları bu ifadədən istifadə elədilər. Demək istədiyim odur ki, yəni hadisə təbii ki, məni sevməyə bilərsən, qəbul eləməyə bilərsən, amma baş vermiş bir hadisəyə münasibətin özü demokratik təfəkkürün olmamasını göstərən əsas istiqamətlərdən biridir. Və bu gün də bu mübarizə hansısa formada hakimiyyət tərəfindən müəyyən dərəcədə məhdudlaşdırılırsa, bunun da səbəblərini biz biraz özümüzün, biraz tarixi, yaxın tariximizdə axtarmalıyıq.